Bitkilərdə fotosintez üçün bilavasitə istifadə olunmur. Bitkilərin fotosintez prosesi yekun tənliyi yazsaq CO2 üstəgələk H2O alınırdı glikoza C6H12O6 üstəgələk O2. Deməli, burada nəyin hesabına gedirdi fotosintez? İşıq enerjisi hesabına gedirdi. Başlanğıc məhsul işıq lazımdır. Və burada xlorofil də lazımdır təbii. Xlorofilli yaşıl hüceyrələr lazımdır. Və burada əmsallar da düzəldə bilərik, amma bizə gərək deyil bu, amma eyb yox, düzəldim. Deməli, işıq enerjisi lazımdır, bəli. Mineral maddələr karbon qazı. Təbiidir ki, mineral maddələr torpaqdan sorulurdu və karbon qazı udulur, başlanğıc məhsul kimi gərəkdir. Yəni, yalnız karbon qazı da lazımdır, təbiidir su da lazımdır, amma oksigen əmələ gələn məhsulumuzdur. Reaksiyanın, baxın, bizdən solda və sağda dayananı vardı. Solda dayananlar başlanğıc məhsuldur. Bax, bu məhsulların hamısı başlanğıc məhsuldur. Başlanğıc məhsulumuz, baxın, işıqdır, xlorofildir, baxın, sudur, sonra karbon qazdır. Əmələ gələn son məhsulumuz isə, yəni glikozadır, bir də oksigendir. Onun üçün də oksigen bilavasitə istifadə olunmur.